Azərbaycan Respublikasının qanunlarında dininə, irqinə, dilinə və cinsiyyətinə görə fərq qoyulmur. Hər bir sahədə qanuni təbəqələşdirən tamahı güclü olan məmurdur. Bu vəziyyət sosial sahədə daha da güclüdür. Son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxsləri paytaxtda əyani müayinəyə cəlb edirlər. Hətta 1-ci və 2-ci Qarabağ müharibəsi əlillərinin 80%-ni belə əməliyyat zamanı əlillikdən məhrum ediblər. Aşağı və yuxarı ətraflarının bir hissə amputasiya olunmuş, bədənində düşmən minasının qəlpələrini daşıyanların, döyüşdə kəllə-beyin travması almış şəxslərin əlilliyinə xitam verilmişdir. Müharibədə kontuja olan şəxslərin əgər müayinə zamanı vəziyyəti pisləşməsi, fatihələri yerində oxunub. Onu da qeyd edək ki, hökm sahibləri nə özləri, nə də övladları heç hərbi xidmətdə olmayıblar. Hər iki müharibədə isə yubka geyinib gizlənmişdirlər. Redaksiyamıza birbaşa və ya dolayı yolla müraciət edənlər təəccüblə qeyd edirlər ki, 20-30 ildən çox ölkədə yaşamayaraq xarici ölkə vətəndaşlığını alan əlillər həm Azərbaycanda, həm də vətəndaşlığı aldığı ölkədə eyni növ pensiya alır. Azərbaycanda yaşayan həqiqi əlilliyi olan vətəndaşlar son bir neçə ildə səhiyyə ocaqlarında müalicə olunmayıbsan deyib əlilliyinə xitam verilib. Ancaq 30 ildən çox Azərbaycanda yaşamayan, Masallı rayonundan olan saxta Çernobil əlilliyi alan Tarverdiyev Pərviz Allahverən və Tarverdiyev Gülverdi Allahverən oğulları kimilər hansı yüksək keyfiyyətlərinə görə əyani müayinəyə cəlb olunmurlar. Həm iki dövlətdən, həm də yüksək məbləğli pensiya alırlar. İllərlə müayinə və müalicə olunmayan əlil deməli sağlamdır. Belə faktlar respublikada kütləvidir və büdcənin talanması deməkdir. Redaksiyamıza daxil olan çox saylı müraciətləri nəzərə alıb Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Əliyev Anar Rəhimoğluna və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbəri Rzayev Ramin Alikoğluna tutub deyirik. Çernobil əlilləri təcili əyani müayinəyə cəlb olunsunlar. Onların vətəndaşlığı da yoxlanılsın. Belə hallar vətən uğrunda canlarını və qanlarını verənlərə təkcə aid deyil. Sizin qurum ancaq vətənpərvərlər zülm edirlər. Qaldırılan faktların yoxlama nəticəsi barədə xalqa sosial şəbəkələr vasitəsilə məlumat verilsin. Azərbaycanın ağır günlərində ailəvi vətəni tərk edənlərə həm də bir dərs olar.